Hamımız xəritəyə baxmışıq və Qrenlandiyanı görmüşük, elə deyilmi? Sadəcə böyük al bir ləkə. Amma heç düşünmüsünüzmü ki, bu ləkənin arxasında əslində nə gizlənir? Bugün biz birlikdə o buzların altındakı epik hekayəni, nəhəng fiordları, donmuş təbiəti və sürətlə dəyişən gələcəyi kəşf edəcəyik. Gəlin bir anlıq gözümüzün önünə gətirək. Səthinin demək olar ki, tamamı. Söhbət 80%-dən gedir, buzla örtülü bir adam. Fiordları o qədər uzundur ki, 350 kilometrə çatır və oradan qopan nəhəng aysberglər birbaşa Atlantik okeanına yollanır. Yox, bu hansısa elmi fantastik filmdən bir kadr deyil. Bu, Qrenlandiyanın ta özüdür. Gəlin elə bu reallığın dərinliklərinə baş vuraq. Qrenlandiyadan danışanda adi ölçülər, adi sözlər sanki kifayət etmir. Hər şey ən ilə başlayır. Gəlin elə bu adanın ağlasığmaz miqyasını anlamağa çalışaq, görək rəqəmlər bizə nə deyir. 2.266.086 kvadrat kilometr. Bu rəqəmi tələffüz etmək belə çətindir, o ki qala təsəvvür edəsən. Amma gəlin belə deyim, bu Qrenlandiyanı rəsmən planetimizin ən böyük adası edir. Yəni bir adadır, amma sahəsi Meksika kimi nəhəng bir ölkədən də böyüdür. İnanılmazdı, deyilmi? Yaxşı, bu böyüklüyü daha yaxşı başa düşmək üçün gəlin məsafələrə baxaq. Adanın bir ucundan o biri ucuna, yəni şimaldan cənuba olan məsafə təxminən 2700 kilometrdir. Bu sanki Londondan çıxıb maşınla Ankaraya getmək kimidir. Ən enli yerində isə təxminən 1300 kilometrdir. Parisdən Berlinə qədər olan bir məsafə və bütün bunlar tək bircə adanın içində. Amma Qrenlandiyanın hekayəsi təkcə onun nəhəng ölçüləri ilə bitmir. Əslində, ən heyrətamiz mənzərələr onun kənarlarında, o möhtəşəm sahil xəttində, yəni buzun dənizlə qovuşduğu yerdə gizlənib. Və bu sahillərin demək olar ki, tacıdır. Scoresby Sund. Bu adı yadda saxlayın. Planetin ən böyük, ən uzun fiord sistemlərindən biri. Bu, sadəcə bir körfəz deyil. Əslində, materikin dərinliklərinə doğru uzanan nəhəng, mürəkkəb bir su labirintidir. Bəs dərinliyi? Bəzi yerlərdə bu fiordun dərinliyi 1450 metrə çatır. Gəlin müqayisə edək ki, bu nə deməkdir? Məşhur Böyük Kanyonu bilirsiniz, elə deyilmi? Həmin kanyonun orta dərinliyi 1220 metrdir. Yəni, Böyük Kanyonu götürüb Scoresby Sundun ən dərin yerinə qoysanız, üstündə hələ 200 metrdən çox su qalacaq. Və bu da hələ hamısı deyil. Bu su labirintinin ən uzun qolu, təsəvvür edin, tam 350 kilometr materikin içinə doğru uzanır. Baxın, bu az qala Bakıdan Tbilisiyə qədər olan bir məsafədir. Amma bu yol deyil, sadəcə bir fiordun bir qoludur. Təbiətin əsl şahəsəri. Başqa nə demək olar? İndi isə gəlin biraz cənuba doğru gedək. Burada mənzərə tamamilə dəyişir. Sahil həddi fərqlidir. Yerli dildə buna Umanaki deyirlər. Bu nə deməkdir? Saysız hesabsız, yüzlərlə, bəlkə minlərlə xırda, qayalıq adanın dəniz üzərində yaratdığı nəfəs kəsici bir mozaika. Sanki dənizə daşlar səpələnib. Yaxşı, bu möhtəşəm sahilləri gördük. İndi isə gəlin sahilləri arxada qoyaq və adanın əsl hökmdarının, onun donmuş ürəyinin, yəni o nəhəng buz örtüyünün içinə doğru bir səyahətə çıxaq. Qrenlandiya adı, bilirsiniz, yaşıl torpaq deməkdir. Amma bu adda biraz ironiya var. Çünki reallıq tam başqadır. Adanın düz 80%, bəli, 80% nəhəng, qalın bir buz təbəqəsinin altındadır. Bütün həyat, bütün şəhərlər, qəsəbələr yalnız o qalan 20%lik dar bir sahil zolağında cəmləşib. Yaxşı, bəs bu buz təbəqəsi nə qədər qalındır? Orta hesabla götürsək, təxminən 1500 metr, yəni 1,5 kilometr. Amma ən qalın yerlərində bu rəqəm 3000 metri, yəni 3 kilometri keçir. Təsəvvür edin, bizim ən hündür dağlarımızdan bəziləri belə bu buzun altında tamamilə gizlənib qala bilər. Və bu buz örtüyünün tam mərkəzində planetin ən sərt iqlimlərindən biri hökm sürür. Qış aylarında temperatur -60 dərəcə Selsiyə qədər düşə bilir. -60. Bu demək olar ki, həyatın donduğu Antarktidanı saymasaq, yer kürəsinin ən soyuq nöqtələrindən biridir. Yaxşı, belə bir sual yaranır. Bu qədər sərt, bu qədər amansız bir coğrafiyada kim yaşaya bilər ki? Gəlin indi buzun və qayaların arasından çıxıb, bu torpaqlarda minilliklərdir davam edən o heyrətamiz insan hekayəsinə nəzər salaq. Qrenlandiyanın müasir tarixini formalaşdıran bir neçə vacib məqam var.
Hər şey 982-ci ildə məşhur Viking Kürən Erikin bura ayaq basması ilə başladı. Əsrlər keçdi, Danimarkanın təsiri getdikcə gücləndi və nəhayət 1953-cü ildə ada rəsmən krallığın bir hissəsi elan olundu. Amma bu hekayə burada bitmədi. Əsl dönüş nöqtəsi 1979-cu ildə oldu. Qrenlandiyalılar öz üzünü idarə etmə, yəni daxili idarə etmə hüququ qazandılar və öz taleylərini həll etmək yolunda çox böyük bir addım atdılar. Bəs bu gün Qrenlandiya necə bir yerdir? Gəlin baxaq. Siyasi statusu belədir. Danimarka krallığı daxilində geniş muxtariyyətə sahib olan bir ərazi. Paytaxtı Nuukdur. Həm inzibati, həm də mədəni mərkəzidir. Və ən maraqlısı, bütün bu nəhəng torpaqlarda cəmi 57 min insan yaşayır. Bu, dünyanın ən seyrək məskunlaşılmış yerlərindən biri deməkdir. Amma Qrenlandiyanın hekayəsi təkcə keçmişdən ibarət deyil. Əksinə, buzlar əridikcə adanın gələcəyi həm böyük vədlərlə, həm də çox ciddi suallarla üz-üzə qalır. Ənənəvi olaraq Qrenlandiyanın iqtisadiyyatı, həyat tərzi demək olar ki, tamamilə balıqçılıq üzərində qurulub. Ancaq o qalın buzların altında tamam fərqli bir sərvət yatır. Söhbət qızıldan, müasir texnologiyalar üçün həyati əhəmiyyət kəsb edən nadir torpaq elementlərindən və digər qiymətli minerallardan gedir. Bu, adanın gələcək iqtisadi mənzərəsini kökündən dəyişə biləcək bir potensialdır. Və bax, elə burada Qrenlandiyanın böyük paradoksu, böyük ziddiyyəti ortaya çıxır. Bütün dünya üçün bir fəlakət olan iqlim dəyişikliyi aday üçün yeni qapılar açır. Necə? Əriyən buzlar bir tərəfdən yeni dəniz yolları açır, gəmiçiliyi asanlaşdırır, digər tərəfdənsə əsrlərdir buz altında gizlənən o qiymətli sərvətlərə çıxış imkanı yaradır. Bu, eyni zamanda həm böyük bir fürsətdir, həm də çox ciddi bir təhlükə. Bütün bunlar da bizi son və bəlkə də ən vacib suala gətirib çıxarır. Buzlar geri çəkildikcə Qrenlandiyada hansı yeni resurslar, hansı yeni imkanlar və eyni zamanda hansı yeni qlobal problemlər üzə çıxacaq? Bu sualın cavabı, inanın ki, təkcə bu nəhəng adanın yox, bütün planetimizin gələcəyini formalaşdıra bilər.